Amerikada sentyabr ayı ilin ən dəhşətli bayramı sayılan Halloween-i qeyd etməyə hazırlaşmaqla başlayır. Artıq sentyabr ayında mağazaların rəflərində çoxlu sayda dekorasiyalara, fərqli çeşidlərdə şirinyat və konfetlərə, həmçinin müxtəlif zövqlər üçün kostyumlara rast gəlmək olar. Bayramın simvolu balqabaq olduğu üçün mağazalarda balqabaq ətirli şamlar, balqabaq dadında olan yoğurtlar, müxtəlif içkilər və kofe növləri satılır. Oktyabrın əvvəlləri çoxları Halloween üçün yığdığı ehtiyatlarını çıxarır və evlərin fasadlarını, eləcə də həyəti bəzəyirlər. Bəziləri yalnız evlərini və həyətlərini deyil, həm də yaşadıkları bütün küçəni bəzəyə bilərlər. Qorxulu kostyumların əsas məqsədi isə pis ruhları qorxutmaqdır. İnanclara görə pis ruhları nə qədər çox qorxutsanız, o qədər də sizə və ailənizə az zərər verəcəklər. Tarixən Halloween bayramı Amerikada deyil, İrlandiyada qeyd edilməyinə baxmayaraq, Amerika mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Amerikada Avropanın müxtəlif ölkələrindən gələn mühacirlər yaşadığı üçün bu bayramı qeyd etmək ənənəsi tez bir zamanda burada da yer almışdır. Amerikada Halloween-in 2 əsrdən çox müddətdə qeyd olunmağına baxmayaraq, hələ də rəsmi bayram kimi qəbul olunmamışdır. Tarixi inanclara baxmayaraq isə şən bir bayram kimi keçirilir. Bəs siz nə düşünürsünüz Halloween haqqında? Fikirlərinizlə bölüşməyi isə unutmayın.